Dövlət qulluğuna hazırlaşanlar. Bu sual 25 sentyabr 2025-ci ildə dövlət qulluğuna qəbul imtahanında 4-cü sətrin tamamlanması mövzusuna düşmüş sualdır. Gəlin bunun həllinə bir yerdə baxaq. Birinci və ikinci ardıcılıq arasında qanuna uyğunluğa əsasən 3-cü ardıcılıqla bağlı olan 4-cü ardıcılığı müəyyən edin. İlk sətrə baxdıqda, yəni birinci ardıcılığa baxdıqda 40, 45, 43, 48, 46, 51 ardıcılıq necə davam edir? Plus 5, minus 2. Plus 5, minus 2 və plus 5. Bəs ikinci ardıcılığımıza baxdıqda 40-dan sonra 35, 37, 32, 34 və 29 gəlir. Yəni minus 5, devamında plus 2. Minus 5, plus 2. Əgər yuxarı ilə bir yerdə baxdıqda, yəni birinci və ikinci ardıcılıq arasındakı qanuna uyğunluq nədir? Plus 5 olub nə? Minus 5. Minus 2 idi, olub plus 2. Bu nə deməkdir? Yəni rəqəmlər eyni qalıb, sadəcə işarələr dəyişib. Buna uyğun olaraq 3-cü sətirdə ardıcılıq necədir? Plus 7, minus 3. Plus 7, minus 3 və plus 7. Yenə eyni qayda, rəqəmlər eyni qalacaq, sadəcə işarələr dəyişəcək. Yəni necə? 4-cü sətirdə belə olmalıdır. Minus 7, plus 3. Minus 7, plus 3 və yenə minus 7. Bəs bu hansı variantdadır? Minus 7 olsa, 40-dan sonra 43 D variantı getdi. Sonra plus 3, 33-dürsə, plus 3, yəni 36 olmalıdır. C variantı getdi. Sonra minus 7, 36-dan sonra 29 olmalıdır. Sonra isə plus 3, yenə 32, minus 7 olmalıdır 25. Yəni Y variantı doğrudur.